Bu günləri 6-cı sinifin dərsliyindən Basatın Təpəgözü öldürdüyü boy haqqında danışacağım. Yəni məzmunu sizə danışacağım. Və burada iki məsələni bir ərəkdən səhvləyəcəm. Yəni kim bilirsə dərs vaxtı, yəni danışdığım vaxtı deməz, ən sonunda deyə bilərsiniz. İki dənə də sizə sualım var. Yəni bilərəkdən həmin məsələni deməyəcəm və yaxud soruşacağım sizdən ki, iki məsələ var yoxsa yoxdur. Onu mütləq oxumaq lazımdır. Gəldik Basatın Təpəgözü öldürdüyü boyla bağlı əsərin məzmununa. Bir, əsərdə başlanğıcında göstərilir ki, yəni sujet xəttini danışıram. Sujet xəttinin birinci mərhələsi sayılır ekspozisiya. Yəni bədii müqəddimə, yəni giriş sayılır. Girişi danışıram, yəni başlanğıcı danışıram. Göstərilir ki, əsərdə günlərin bir günü Oğuz elinə düşmənlər hücum eləmişdi. Düşmənlər hücum eləyərkən Oğuzlar qorxub qaçdılar. Bax, buna bir dənə diqqət eləyək şu an. Deməli, Oğuzların da qorxub qaçdığı məqam olub. Oğuzlar qorxub qaçırlar. Yəni, öz yurtlarını neynirlər? Tərk eləyirlər Oğuzlar. Oğuzlar qorxub qaçırlar və Oğuzlar qorxub qaçandan sonra bu vaxtı gecə vaxtı olur. Ona da bir dənə diqqət eləyərsiniz. Gecə vaxtı düşmən basqın eləyir və bunlar qorxub qaçırlar. Öz yurdunu tərk eləyirlər. Həmin bu məqamda Oğuzlardan bir nəfər, adı Aruz Qocadır. Yadda saxlayın, bizə lazım olacaq. Adı nədir? Aruz Qoca. Aruz Qocanın övladı, yəni bərəkdə olan övladı, çağa övladı yolda düşür. Qaçlıq oldu da belə deyək. Yolda düşür, qalır yerdə. Gecə vaxtı olur. Və həmin bu dediyimiz köç uzaqlaşır, çıxır gedir. Və bir şir, yəni heyvandan söhbət gedir, bir şir həmin bu uşağı götürür, saxlayır. Yəni tapır, götürüb saxlayır. Və bu hadisədən bir müddət keçir. Bir müddətdən sonra Oğuzlar öz vətənlərinə, torpaqlarına geri qayıdırlar. Oğuzlar öz vətənlərinə geri qayıdırlar. Torpaqlarına geri qayıdırlar Oğuzlar. Və Oğuzlar geri qayıdarkən, burada Oğuzlar geri qayıdarkən Bayandır xanın, kimin? Bayandır xanın çobanı. Deməli, Bayandır xanın çobanı gəlir belə bir məlumat verir. Gəlir məlumat verir ki, mən qamışlıqda bir nəfəri tapmışam. Yəni bir nəfər görmüşəm. Onun qaçışı insan kimi qaçır. Amma heyvanın, atın qanını soğurur. Sümürür də belə deyək. Yəni heyvanın ətin yerdə atı tutur, qanını soğurur. Amma qaçmağı nə kimi qaçır? İnsan kimi qaçır. Bunu deyir. Və buradakı Oğuz igidləri yığılışırlar, gedirlər həmin o şirin yatağına. Şirin yatağına gedirlər, yəni aslanın yatağına gedirlər. Şirin yatağına gedirlər. Və görürlər ki, doğrudan da orada bir insana oxşar bir məxluqat var. Və şiri qovurlar. Şiri qovandan sonra həmin o insana oxşar məxluqatı, yəni uşaq olur da onda, götürüb gəlirlər evə. Bir müddət evdə saxlayırlar onu. Bir müddət onu evdə saxlayırlar. Yəni uşağı. Həm heyvana oxşar bir uşağı. Evdə saxlayırlar. Evdə saxlayandan sonra, amma bu uşaq evdə qalmır. İnsanlarla qalmır. Yenidən qaçıb gedir şirin yatağına. Yenidən bunu tutub gətirirlər. Geriyə gətirirlər. Geriyə gətirəndən sonra bu evin, Oğuz elinin ağsaqqalı olur. Ağsaqqalının adı Rüfət. Gedir Dədə Qorqud. Dədə Qorqud gəlir, həmin bu oğlana deyir ki, bu şirin yatağında olan oğlana deyir ki, oğlan deyir, burada bir haşiyə çıxım, yəni kənara çıxım. Əslində burada həmin bu uşaq vaxtı ilə Aruz Qocanın o köç düşmüş daha, düşmən gəlmişdi. Həmin vaxtı bunların qaçdığı vaxtı düşən uşağı idi. Və Aruz Qoca da bizdə Oğuzların başçısı Bayandır xandır. Kimdir? Bayandır xandır. Bayandır xana demişdi ki, bunu mən öz övladımla, yəni bu mənim övladımdır da bu mənim. Həmin o şir yatağında olan mənim övladımdır. Bunu insan kimi götürüb gəlmişəm öz evimə. İndi Dədə Qorqud da gəlib. Dədə Qorqud da gəlib buna öyüd verir buna. Deyir ki, oğul deyir, sən insansan. Buna deyir, ha, bu şirin yatağına qaçana deyir. Deyir, sən insansan deyir.
Sən deyir, heyvanla həmsöhbət olma. Dədə Qorqud buna deyir. Sən gəl igidlərlə at sür, at çap. Buna deyir. Və qayıdır təzədən bu həmin o şirə oxşayan, şirin yatağında olan insana qayıdır deyir ki, sənin qardaşının adı Qıyan Səlcikdir. Adı nədir? Qıyan Səlcik. Buna adın yadda saxlayaq, bizə lazım olacaq. Adı necə oldu? Qıyan Səlcikdir deyir. Sənin qardaşının adı, yəni Aruzun böyük oğlunun adı Qıyan Səlcikdir. Sənin adını isə mən verdim, adı Basatdır. Sənin adını mən verdim. Yaşını isə Allah versin. Bunu Dədə Qorqud buna deyir. Bundan sonra həmin bu Basat artıq şirin yanına getmir. Çünki buna Dədə Qorqud öyüd vermişdir. Görürsünüz uşaqlar, böyük gəlib öyüd verəndə böyüyün sözdə niyə deyərlər? Qulaq asarlar. Bu da bizə bunu əsərdə təbliğ eləyir ki, böyük nə dedirsə, ona qulaq asmaq lazımdır və ən yaxşı, nəticəsi də yaxşı olur. İndi baxaq görək, Dədə Qorqudun verdiyi nəticə yaxşı olur, yoxsa yaxşı olmuyor. Baxaq. Bu bir müddət bu hadisədən bir müddət keçir və yenidən göstərilir ki, artıq Oğuz eli yaylağa köçürdü. Yəni belə heyvanlar var idi. Heyvanlar hara aparırlar? Yaylağa köçürürlər. Heyvanları yaylağa apararkən burada belə bir hadisə baş verir. Bayandır xanın kimin? Bayandır xanın çobanı, adı yadda saxlayın uşaqlar. Adı qoca sarı qocadır. Adı nədir? Sarı çoban. Qoca sarı çobandır. Adı sarı çoban. Yadda saxlayın. Adı nə olub? Sarı çobandır. Həmin bu sarı çoban, deməli belə bir hadisə baş verir. Bu sarı çoban öz qoyunlarını otarır və həmişə də birinci yaylağa bu gedirdi. Yəni Oğuz elinin başında birinci yaylağa bu köçürdü. Ondan sonra Oğuz eli köçürdü. Bu belə deyək, gedərkən bir bulağın yanından keçir. Bulağın yanından keçir, bulağın adı olur Uzun bulaq. Adı nə olur bulağın? Uzun bulaq. Bulağın yanından keçir. Bulağın yanından keçərkən görür ki, yerdə nəsə bir ət parçası var. Özü par-par parıldayır. Yaxınlaşır ona çomaqla bir neçə dəfə vurur çomaqla. Bir neçə dəfə vuranda görür ki, bu böyüməyə başlayır, daha da böyüməyə başlayır. Və burada ürkür, biz uşaqlar hürkür deyirik də ona. Yəni hamı deyir hürküdür. Yəni bu ürkür, qoyun, quzu, zat, burada keçi zat, hamısı ürkür. Ürkdüyünə görə kişi də qorxur və uzaqlaşır. Çoban, adı nə idi? Sarı çoban. Adı nə olur? Sarı çoban. Həmin bu sarı çoban qorxur. Qorxur deyirkən, mən nəmə lazımdır? Yəni bu çıxıb geçsin və uzaqlaşır. Bulağın yanından uzaqlaşır. Bir dənə lirik ricət deyim, burada haşiyə çıxmışlar. Kim istəsə internetdən oxusa, əslində bu çoban məsələsi təsadüfi deyil. İndi burada hər bir şeyi müəllim deyə bilməz. Təbii ki, şagirdlərin qarşısında müəllim hər bir şey deyə bilməz. Amma kim istəsə internet materiallarından, orijinaldan əsəri oxuya bilər. Yəni bu çoban burada elə belə iştirak eləmir. Yəni üstü örtülü bəzi məsələləri dedim, amma burada səhv məsələ demirəm də burada. Üstü örtülü bəzi məsələləri dedim, bu çobanın burada fəaliyyəti var. Yəni o ət parçası ilə bu kişinin əlaqəsi birbaşa var. Bunu da internet materiallarından kim istəsə əlavə vaxtınız olsa araşdıra bilərsiniz. Və bu çoban çıxır gedir, uzaqlaşır. Elə həmin məqamda, söhbətin danışdığı məqamda bura kim gəlir? Oğuz elinin başçısı Bayandır xandır. Bayandır xan bura gəlir. Bayandır xan bura gəlir və yanında da dəstəsi gəlir. Bayandır xan gəlir həmin o bulağın yanına. Bulağın adı nə olur? Uzun bulaq. Bulağın yanına gəlirlər və görürlər ki, bulağın yanında həmin o nəsə bayaq o çobanın gördüyü bir ət parçası var, parıldayır. İgidlərdən biri düşür, əlindəki çomaqla başlayır bunu vurmağa. Görür ki, vurduqca bu böyüməyə başlayır. Yəni bu ət parçası nəticə böyüməyə başlayır. Biraz da döyəcləyirlər, görürlər ki, həmin o belə deyək, ət parçasının içərisindən bir insana oxşar. Gövdəsi, gövdə uşaqlar, kitabda gövdə yazın. Gövdə bədəni. Bədəni insan bədəni, amma başında isə bir dənə gözü olan. Yəni təpəgözdür. Əsərimizin adına baxın, Basatın təpəgözü öldürdüyü boy. Bir dənə yəni gövdəsi, bədəni nəyə oxşayır?
insan bədəninə oxşuyur, amma başı isə təpəgözdür. Və bunu görəndən sonra Aruz Qoca kim idi? Aruz Qoca, yadda saxlayaq, Qıyan Səlciqin atası idi. Bir də o şir yatağında olan var idi, Basat. Onun atası idi. Yəni iki dənə burada oğlanın atası idi. Aruz Qoca atdan belə deyək də yanında Bayandır xandır. Bayandır xana müraciət edir ki, xanım yəni mənim xanım da xan. Ey mənim xanım, mənsubiyyət şəkilçisi. Xanım deyir, icazə ver deyir, bu ət parçası, yəni bu uşağı belə deyək. Bu uşağı gövdəsi insan olan, başında bir dənə təpəgöz olan, bir dənə gözü olanı mən Basatla bir yerdə böyüdüm. Basat da bunun övladı baxı, şir yatağına düşən. Mən deyir, onu bir yerdə böyüdüm deyir. Kiminlə? Basatla bir yerdə. Bayandır xan razı olur deyir, yəni götür. İcazə alırlar. Deməli, icazə burada var imiş. Baxın, ha, rəhbərdən icazə almaq məsələsi də, bu da önəmli məsələdir. Bunu da dedim. Və həmin bu Aruz Qoca götürüb kimi gəlir? Həmin bu ət parçasını, yəni uşağı, təpəgöz deyək, götürüb gəlir öz evinə. İndi baxın, maraqlı məsələlər daha da buradadır. Yavaş düyün nöqtəsinə gəlirik. Düyün nöqtəsi nədir? Zavyaska. Bayaqdan danışdıqlarım, belə dedi, ekspozisiya hissəsidir. İndi artıq yavaş düyün nöqtələrdə gəlirik. Təpəgözdən bu üzrə. Bu təpəgözü Aruz Qoca götürür gəlir evinə. Götürür gəlir bu körpətli çağı, hələ uşağım da belə deyək. Götürüb gəlib buna bir dayə tuturlar. Yəni ana əvəzi də belə. Dayə tuturlar, dayəni canlı alır. Buna bir neçə dayə tuturlar. Gəlib başqa dayəni tuturlar, yenə hamısını öldürür. Təpəgöz də bu. Hamısını öldürür. Axırda buna deyirlər ki, deməli bura adam gətirmək olmaz. Buna neynəmək olar? Bir qazan süd. Təsəvvür edin, adam 2 stəkan səndə toxur. Yəni doyur. Amma təsəvvür edin ki, necədir? Bir qazan bu adam, belə deyək də, adam demək olsa, bir qazan süd buna verirlər, bir qazan süd çatmır buna. Uşaq deyil bu, təpəgöz. Bir qazan süd buna çatmır. Bu böyüyür, nəysə, bu başlayır ayaqlamağa, yəni ayaqlanmağa, gəzməyə başlayır bu təpəgöz. Təpəgöz gəzməyə başlayandan sonra başlayır qonum-qonşuda nə qədər uşaq varsa bırnını dişləyirdi, qulağını dişləyirdi, yerdə yəni. Təpəgöz də vəhşidir. Bir qazan uşaqlıqda süd içən adam, uşaq, böyüyəndə neyniyər? Böyüyəndə təbii ki, orada adamları dişləyəcək. Və cəmaat yığılışır, cəmaat dedim uşaqlar, qonum-qonşuda, amma kitabımızda cəmaat yazır. Cəmaat yığılışır, gəlir Aruz Qocaya deyirlər ki, şikayətə gəlirlər ki, belə uşaq olmaz. Aruz Qoca təpəgözü döyür, söyür, deyir ki, bir də belə bir iş tutma, qadağan edir buna. Neynədir deməli? Bunu döydü, söydü, qadağan edir ki, bir də qonum-qonşu uşaqların bırdın dişləmək, kitabda elədir, doğrudan elədir, bırdın dişləmək, qulağın dişləmək, yemə qulağı. Amma təpəgöz qulaq asmadı. Qulaq asmadığına görə Aruz Qoca təpəgözü qovdu evdən. Təpəgöz evdən qovlandan sonra gəldi özün bir məskən elədi dağda. Uşaqlar, burada dağ deyirlər, bunu böyük humanist eləyib deyirəmizsə. Burada bir dağ yazırlar, gəldi dağa. Və sən demə, bu Təpəgözün anası var idi. Anası da pəri idi, yəni insan deyil uşaqlar. Məxluqət pəri idi. Ayaqları dediyim çoban məsələsini təsadüfi demirəm, amma açıqlamasında burada demirəm. Yəni özünüz orada oxuyarsınız kitabda. Kim istəsə araşdıra bilər, bizim orta məktəb dərsində yoxdur bu. Və bunun anası kim olur? Pəri olur. Pəri yəni yerdə yaşayan məxluqət deyil. Yəni qeyri-insani məxluqətlərdir. Pəri olur. Bunun anası gəlir, pəri anası. Gəlir, bunun barmağına bir dənə üzük taxır. Deyir, oğul. Buna deyir, sənin barmağına üzük taxıram. Sənə ox batmaz, səni qılınc kəsməsin. Təpəgözə deyir. Deyir, çıxır gedir. Bax, bunun pəri anası bir dənə buradadır, bu hissədədir. Təsəvvür elə o vaxtki silahlarla qılınc kəsməyən adam, ox batmayan adam nə ola bilər? Bəli. Bu insanlıq üçün qeyri-adidir. İndi Təpəgöz də əslində belə deyək də, insan övladı deyildi. Pəri övladı idi.
Davamında bu gedir, dedi ki, dağa getdi, sığındı. Başladı quldurluq eləməyə. Adamların yolunu kəsirdi, başladı quldurluq eləməyə. Oğuzların da qarşısını kəsirdi, Oğuzlardan da, insanların da, yəni Oğuz igidlərin qarşısını kəsirdi, adamların kəsirdi, qadın, uşaq, qoca, körpə bilmirdi. Hamını tutub yeyirdi. Ona görə Oğuzlar başlarlar buna savaş açmağa. Bizdə bu yerdə yazıblar ki, Qazan xan Bayandırdan sonra ikinci adam idi. Bayandır xan Oğuz belə deyək, Oğuz elinin başçısı idi. Amma ki, Qazan xan isə igidlərin başçısı idi, yəni qoşun başçısı idi. Həmin bu Qazan xan özü hücum eləyir kimin üzərinə? Təpəgözün üzərinə. Amma Təpəgöz ona elə bir zərbə vurur ki, Qazan xana ha. Bunu yadda saxlayın uşaqlar. Qazan xanın məğlub olduğu döyüşlərdən bir babıdır. Qazan xan döyüşdə burada məğlub olur. Qarşıdakı boylarda Qazan xan haqqında danışacağım uşaqlar. Amma bu məsələdə isə, bu dediyimiz məsələdə Qazan xan kimə məğlub olur? Təpəgözə məğlub olur. Təpəgöz ona elə bir zərbə vurur ki, deyir, dünya aləm onun başında hərlənir. Daralır, dünya onun başında daralır. Və bu hadisədən sonra Oğuz igidləri Dədə Qorqudu çağırıb deyirlər ki, get, xərac verək. Kimə xərac verək? Təpəgözə xərac verək ki, bizi ilə işi olmasın. Yenə Dədə Qorqud. Dədə Qorqud nəhayət gəlir bu Təpəgözün yanına. Təpəgözə deyir ki, oğul, burada maraqlı məsələlərdən biri buna oğul deyir. Deyir ki, oğul, məni sənin yanında göndəriblər. Xərac verməyə, pay verməyə göndəriblər. Ki, bizdən əl çəkəsən. Burada Təpəgöz də qayıdır bunlara deyir ki, mənə gündə 60 nəfər, 60 adam verəcəksiniz. Rəqəm kimi rəqəmləri səhv demirəm uşaqlar. Mənə neçə adam verəcəksiniz? Mənə 60 nəfər adam verəcəksiniz. 60 adam verəcəksiniz. Günə, bir günə. Dədə Qorqud deyir ki, oğul deyir, günə 60 nəfər olsa, bu hesabına sən adam qoymayacaqsan bizdən. Yaxşısı 2 nəfər adam və 500 qoyunla, yəni kifayətlənək. Günə ha. Neçə nəfər? 2 nəfər adam, 500 qoyunla kifayətlənək. Təpəgöz razılaşır və Təpəgöz qayıdıb deyir ki, bir də mənə 2 nəfər adam verin, mənim yeməyimi pişirsin. Dədə Qorqud razılaşır və Dədə Qorqud geriyə qayıdır. Gəlir Oğuz elinə deyir ki, Təpəgöz bunlu qoca ilə yapaqlı qocanı. Qocaların adlarını deyirəm, yadda saxlayın, burada da səhv deyirəm. Bunlu qoca ilə yapaqlı qoca. Yarpaq demədim uşaqlar, yapaq dedim. Bunlu qoca ilə yapaqlı qoca bizə lazım olacaqlar. Bunlu qoca ilə yapaqlı qocanı bunlara yemək bişirən kimi göndərərsən. Bu bir. 2 nəfər, bir də neçə qoyun? 500 qoyun. 2 nəfər 500 qoyun da istəyir. Təpəgöz istəyir. Çarəsizlikdən hamı razılaşır ki, neyniyə bilərik? 2 nəfər 500 qoyunu ona göndərməliyik. Və 4 övladı olan artıq birin vermişdi, 3 nəfər qalmışdı. 3 övladı olan birin vermişdi, ikisi qalmışdı. 2 övladı olan birin vermişdi, biri qalmışdı, bir övladı. Və növbə gəlib çatmışdı yenidən Qapaqqan qocaya. Yadda saxlayın adına qapaq deyirik də, yəni Qapaqqan qocaya. Qapaqqan qocanın bir dənə yoldaşı var idi, yoldaşın adı bizdə verilmir. Bu Qapaqqan qocanın yoldaşı, qadın da yəni, yoldaşı, həyat yoldaşı. 2 övladından birin vermişdi, biri qalmışdı. Ona görə ağlayırdı ki, bu övladımı da Təpəgözə vermək istəmirəm. Yadına düşür ki, qadının, Aruz qocanın 2-ci övladı Basat, düşmən üzərinə gedibsə, yəqin ki, bir dənə əsir tuta bilər. Gedim ondan bir xahiş eləyim, yalvarım, mənə bir dənə əsir versin. Kimin yerinə? Öz övladımın yerinə. Mənim bir dənə oğlum qalıb, o oğlum sağ qalırsın. Gedim ondan bir dənə əsir istəyib. Gedir Basatın yanına. Qapaqqanın yoldaşı
Gelir kimin yanına? Basatın yanına. Basatın yanına gəlir və Basata olan hadisələri danışır. Nə danışdığını sizə bir-bir deyəcəm. Birincisi, deyir ki, bu vəfasız dünyada bir adam peyda olub. Basata deyir, ha, Qapaqqanın yoldaşı. Bu vəfasız dünyada bir nəfər peyda olub, bir adam peyda olub. Oğuz igidlərini, Oğuzları əsir yesir eləyib. Əsir yesir eləyib deyir. Hətta Oğuzlardan Qazan xan məğlub olub. Bayaqda bir dəfə Qazan xanın adını çəkmişdim. Qazan xan məğlub olub. Kimə məğlub olub? Təpəgözə. Bir. Qazan xanın qardaşı Qaragünə Təpəgözə məğlub olub. İki. Sənin atan, Basata deyir ha, sənin atan Aruz Qoca məğlub olub. Orada yazıb Qanqusur. Yəni məğlub olub da, qanqusmaq məğlub olub. Məğlub olub. 3. Sənin qardaşın Qiyan Səlciq isə ölüb. Yəni öldürüb. Təpəgöz onu öldürüb. 4 şey dedi, indi ardını da deyəcək. Bir dəfə də sayım yadımıza düşsün, yadımıza qalsın. Qapaqqanın yoldaşı Basata nələri dedi? 1. Təbii ki, onu rəqəm kimi saymayaq. Dedi, bu vəfasız dünyada bir nəfər, bir adam peyda olub. Neyini? Qazanı məğlub eləyib. 1. Qazanın qardaşı Qaragünəni məğlub eləyib. 2. Sənin atan Aruz Qocanı məğlub eləyib. 3. Sənin qardaşın Qiyan Səlciqi öldürüb. Bir dənə kimi burada öldürüb? Basatın qardaşı Qiyan Səlciqi deyib öldürüb. Bunları deyir. Sonra yenidən davam eləyir. Davam eləyir, deyir ki, bax, qadının dediklərində diqqət eləyəcəksiniz. Burada da səhv deməyəcəm uşaqlar. Yəni o bayaq dediyim, başda dediyim 2 məsələ səhv var idi. Onları bu hissədə deməyəcəm. Və davam eləyək. Qoca həmin Qapaqqanın yoldaşı, həyat yoldaşı Basata deyir ki, həmin bu Təpəgöz gündə 2 nəfər 500 qoyun xərac istəyir. Mənim 2 övladım var idi. 2 övladımdan birini vermişəm, biri qalıb övladıma. İndi mənə bir dənə əsir ver, öz övladımın yerinə qoyum ona. Ki, öz övladım sağ qalsın. Təsəvvür edin, Basat qardaşının ölümünü eşidir, başlayır ağlamağa. Qardaşının adı nə idi? Qiyan Səlciq. Qiyan Səlciqin eşidir ki, ölüb ağlamağa başlayır. Və bu deyiləndən sonra həmin bu qadına əsir verir. Yəni tutduğu düşməndən bir dəfə əsir verir. Deyir ki, bunu götür. Və həmin bu qadın, sizə vacib məsələlərdən birini burada deyəcəm. Həmin bu qadın, Qapaqqanın yoldaşı, adı yoxdur deyəni hər dəfə belə deyirəm. Qapaqqanın yoldaşı gedir Aruz Qocaya muştuluq verir. Burada əsərin 2 yerində Aruz Qocaya muştuluq verirlər. 1. Aruz Qocaya muştuluq verən birinci kim olur? Qapaqqanın yoldaşı. Gəlir deyir ki, oğlun gözün aydın, oğlun döyüşdən gəlir. Aruza deyil, Basat haqqında deyil. Muştuluq istəyir bundan. Və Basat da gəlir, anasının, atasının əlindən öpür. Bunlar qardaşının ölümünə görə, Qiyan Səlciqin ölümünə görə ağlaşırlar. Ağlaşandan sonra ənənəvi bir məsələ var. Düz biz sonuncu əsərə qədər keçəcək uşaqlar. Nədir bu məsələ? Yeyib içmək. Əsərdə yeyib içmək ən başda da var idi. Əsərin başında da var idi. Deyim o yeyib içmək nədir? Burada muştuluq olur və muştuluq veriləndən sonra təbii ki ağlaşırlar bunlar. Ata, ana, Aruz Qoca, sonra yoldaşı, bir də ki Basat. Üçü ağlaşırlar kimə görə? Qiyan Səlciqə görə. Ondan sonra ağlaşandan sonra məclis olur. Yeyib içmək məclisi. Yeyib içmək məclisi bir yerdə də var. O da hardadır? O da Aruz Qocanın öz oğlu Basatı hardan tapmışdı? Şirin yatağından. Şirin yatağından tapıb qaytarandan sonra da şadyanalıq olmuşdu evdə. Bizim Oğuzların ən qədim adətlərindən biri yeyib içməkdir. Arada bizə deyirlər, israf eləyirsiniz, yeyib içirsiniz, amma bizim dədə-babalarımız Oğuzlar var ha, onlar da yeyib içirlər. Bəli, indi baxarsınız. Burada yeyib içirlər, yeyib içəndən sonra şadyanalıq olur, nəsə ağır danışırlar, Oğuz igidləri yığılışırlar. Basat burada belə bir söz deyir. Deyir ki, ey bəylər, yəni Oğuz igidləri, bəylər,
mən Təpəgözdən döyüşə gedirəm, nə deyirsiniz? Ordu başqanı, ordunun başçısı Qazan xan idi. Qazan xan deyir ki, getmə. Getmə deyir. Özdə səbəbin də şeirdə bizə, yəni nəzmlə verilən hissədə, səbəbin də deyir. Səbəbin deyir ki, mən getdim, məğlub oldum deyir. Məndən artıq olmayacaqsan ki. Qazan xanın dediyinə baxın ha. Niyə elə deyir? Çünki Qazan xan ordunun başçısıydı da. Bunu elə belə seçməmişdilər. Bunu öz gücünə seçmişdilər. Adına bir dənə fikir verin, Qazan, yəni qazanan. Əldə eləyən, qazanan deməkdir. Və həmin bu hissədə, danışdığımız hissədə, Qazan xan buna deyir ki, getmə, məndən artıq ola bilməzsən. Amma Basat deyir ki, mütləq gedəcəyəm. Qazan xan deyir ki, daha özün bilərsən. Atası, Basatın atası Aruz Qoca deyir ki, oğlum deyir, mənə ağlar qoymadı, yəni ölə bilərsən, mənə ağlar qoyma, getmə. Amma Basat deyir ki, mən qardaşımın intiqamını alacam. Qardaşımın qanın yerdə qoymayacam, gedəcəm deyir. Gedir, əlində də silahla, oxla, yayla gedir. Və bunlar getməkdə olsun, sizə hansı hadisəni deyəcəm, burada diqqət edin. Gəlir, Təpəgöz Salaxana qayasında məskunlaşmışdı. Diqqət elədinizsə, bir qədər əvvəl belə demişdim. Dağda demişdim, yadınıza düşür, uşaqlar. Burada isə belə yazırlar. Həmin bu dediyimiz Basat silahlanaraq, yarın yasağını götürərək hara gedir? Salaxana qayasına gedir. Çünki həmin bu Təpəgöz harada məskunlaşmışdı? Salaxana qayasında. Gedir ora. İndi maraqlı məsələlər, məzəli məsələlər, humoristik məsələlər buradadır. Həmin bu Təpəgöz uzanmışdı, arxasını vermişdi günə. Kim vururdu buna? Qəşəng. 2 nəfər də bunlu qoca ilə, yapaqlı qoca da yemək pişirirdi. Və bu məqamda həmin bu Basat ox yayı götürüb bir dənə ox atır. Ox gedir buna dəyir. Çiyninə dəyir, oxa baxır. O vaxt ki, oxlar bir ox dəyməklə insan ox yarasından ölərdi. Amma ox buna dəyir. Ox buna dəyir. Verilir Təpəgöz. Bu yerlərin milçəyi deyir, məni dilxor elədi. Yəni, məni bezdirdi. Dilxor eləmək, bezdirmək deməkdir. Elə bir milçək deyir. Axı, anası buna yadınıza ki, Pəri anası buna nə vermişdi? Üzük. Üzük vermişdi, demişdi ki, sənə ox batmasın, səni qılınc kəsməsin. Sonra ikinci oxu atır. İkinci ox da gedir buna dəyir, qırılır və bir parçası düşür bunun qarşısına. Təpəgözün qarşısına. Təpəgöz gözünü açır, başlayır gülməyə. Niyə gülür? Görür ki, bir dənə arı yeməli bir nəsə göndərib adına. Qayıdır bildiri. Oğuzlardan mənə yeməli deyir, bir dənə Oğuzlardan yeməli mənə bir dənə quzu göndəriblər deyir. Yapışır bunun boğazından, Təpəgöz yükətdir, yapışır bunun boğazından Basatın. Gətirir, deyir ki, qocalara deyir ki, kabab eləyin buna mənə, günorta üçün. Günorta yeməyinə mənə kabab eləyərsiniz. Deyir, yuxuya gedir. Bu yuxuya getməyində olsun, sizə kimdən deyəcəm? Basatdan. Basat qocalara deyir ki, eyni Oğuz tayfalarında bunlardan, eyni yerdən idilər. Eyni obadan idilər. Bunlu qoca ilə yapaqlı qoca. Bu qocalardan soruşur ki, siz deyir, bilirsiniz ki, deyir, buna nə təsir eləyə bilər? Qocalar deyir ki, bu Təpəgözü biz bilmirik nə öldürə bilər. Amma deyir, gözündən başqa yerdə bunun ət parçası yoxdur. Bir dənə ət parçası haradadır? Gözündədir bunun. Bunu deyir. Və həmin bu Basat əlində olan süngünü, Basat əlində olan süngünü, süngü birisi nədir? Bıçağı. Bıçağı qocalara verin ki, qoyun odun üstünə, qızsın. Bunu qoyurlar odun üstünə qızdırmağa. Qızdırandan sonra həmin o süngünü götürür, Basat. Gəlir, göz qapağını açır, möhkəm şəkildə batırır göz qapağına, Təpəgözə. Təpəgözdən bir dəli dəyrə çıxır, qışqırır. Qışqırır və burada sınaqlar verilib. Ardarda deyəcəm, baxıb bu da sizə ardarda həmişə süjet xəttinin mərhələlərində sizə verirlər. Və yaxud ardıcıllıqda
əsərin məzmununda, ardıcıllıqda bu sizə verirlər. Və girir qoyunların mağarasına. Hara girir? Qoyunların mağarasına. Kim? Basat. Girir qoyunlarda gizlənir. Təpəgöz bilir ki, bu qoyunların mağarasındadır. Yaxınlaşır, bir gözü görmür axardır, gözünə batır. Bir ayağı yekətdə, bir ayağın mağaranın bir tərəfinə, digər ayağında mağaranın digər tərəfinə qoyur. Başlayır ayağın altından keçirtməyə qoyunları. Bir. Həmin məqamda bir qoç irəli yeriyir və qoçu orada tutur, basat. Tez kəsir. Bu bilirsiniz uşaqlar, nağılda da var idi. Yavza salın. Ağırlı uşaqda da orada da var idi, kəsir. Yavza düşdü. Bu da tez kəsir, bir göz qırpımında kəsir, bir başı ilə bir də quyruğunu saxlayır. Qoyunun, basat. Özü də tutur başına ki, keçə bilsin ayaqları altından. Təpəgöz bilir ki, basat bu hərəkəti eləyəcək. Ona görə bir qoyunları ayaqlarının arasından keçirdir. Hiss edir ki, oradan gəlir, basat gəlir. Basat da hiss edir ki, tutula bilər də, yəni təpəgöz yekədir, yekə məxluqatdır. Tuta bilər bunu. Ona görə bu ayaqların altına çatanda basat əlindəki dərini verir bunun əlinə. Yəni bunun kəlləsi, qoyunun. Qoçun kəlləsi. Bu təpəgöz qoçun kəlləsini tutanda tez ayaqların altından keçir. Və Təpəgöz qayıdır, deyir ki, oğlan, qurtuldun mu? Oğlan deyir ki, yəni basat deyir ki, Tanrım qurtardı. Bax, ne söhbətə baxın. Burada da bizi üçün önəmli məsələlərdən biri var, amma çox dayanmayacağım bunun üstündə. Bu birinci sınavımız. Qoyun, belə deyək də, mağarasında olan birinci sınavımız bu bildi. Sonra Təpəgöz gözü də bir tərəfdən pis vəziyyətdədir, gözü görmür. İkinci məsələ. Bunun barmağında üzüyü var idi. Yadınıza salın. Kim vermişdi üzüyü? Anası, Pəri anası da, hə? Pəri anası üzüyü vermişdi. İndi mən belə göstərəm, yəni hansı barmağında da onu bilmirəm. Yəni bunu üzüyü vermişdi. Bilərəkdən Təpəgöz üzüyü çıxardır, deyir ki, al bu üzüyü, Həsən eşit. Deyir, al bu üzüyü deyir, barmağına tax. Sənə ox batmasın, səni qılınc kəsməsin, anasının dediklərini deyir. Burada da basat alır üzüyü bundan alanda, yəni Təpəgöz təbii ki, bilir də istiqamətin bunun. Təpəgöz bilərəkdən üzüyü verir ona uşaqlar. Yəni qorxduğuna görə vermir ha, bilərəkdən verir ki, oğlanın istiqamətini tuta bilsin. Kimin istiqaməti? Basatı. Bilsin ki, basat hardadır, gözü görmür axı. Üzüyü verir ki, buyura. Üzüyü alanda barmağına taxır və barmağına taxanda bunun üstünə hücum edir. Üstünə atılır Təpəgöz. Başlayır vurub çapmağa, yəni vurub çapanda da həmin məqamda basat qırağa sıçrayır. Yəni qırağa tullanır. Və təzədən burada Təpəgöz deyir ki, oğlan qurtuldun mu? Deyir ki, məni Tanrım qurtardı. Bu ikinci sınav. Birinci sınav qoyun mağarası idi. İkinci sınav isə üzük məsələsi idi. Yəni olan Pəri anasının verdiyi üzük məsələsi idi. Bundan da çıxdı. Təpəgöz yenidən bunu sınağa çəkir. Təpəgöz buna deyir ki, bax o günbəzi görürsən, günbəz bildinizsə o məscidin üst tərəfini yalnızca salın uşaqlar. Oval şəkildə olan günbəz. Məscidlərin üst tərəfi olur bizlərdə. Deyir ki, o günbəzi görürsənmi? O günbəzdə mənim xəzinəm var. Təpəgözə baxır. Təpəgöz isə insan elə bil ki, məxluqətdədir. Qızıl yığır. Niyə edirsən qızıl Təpəgöz? Təpəgöz deyir ki, orada mənim xəzinəm var. Ged o günbəzdə xəzinəni götür. Buna deyir. Və basat da deyir ki, gedirəm. Basat gedir, girir günbəzə, görür ki, günbəzin içi doludur qızılla, gümüşlə. Və Təpəgöz əlin yumruğunu çıxaraq deyir ki, bu dəqiqə mən elə vurum ki, deyir günbəzi. Günbəzlə bir yerdə darmadağın olasan. Və bunu basat eşidəndə yaxşı bir söz deyir. Baxın ha. Bu imanın yüksəkliyini göstərir. Deyir, Lə iləhə illallah Muhammedən Rəsulullah. Yəni kəlmə-i şəhadəti gətirir. Həmin vaxtı inama baxın, insanda olan inama baxın. 7 yerdən qapı açılır. Və həmin qapılardan birində kim çıxır? Basat çıxır. Və soruşur yenidən, oğlan qurtuldun mu? Hə? Deyir, bəli, məni Tanrım qurtardı.
Baxın, bu yolda neçənci sınaq? 3-cü sınaq. Sayaq gör sınaqlarımızı. 1. Mağara, qoyun mağarasında. 2. Üzük məsələsi. 3-cü məsələdəki günbəz məsələ, yəni qızıl gümüş. 4-cü məsələdə olur, 4 dənə məsələ olur. 4-cü məsələdə deyir ki, səndir, adın təbii ki bilmir. Deyir, oğlan, igid, sən ged orada mənim başımı kəsmək üçün, orada qınlı və qınsız qılınc var. Qınlı, yəni qılıncın salınan yeri, ağzıdır. Bıçaqlarında görərsə, ağzını salırsan ki, kəsb eləməsin. Qınlı və qınsız qılınc var. Mənim başımı o qınsız qılınc kəsə bilər. Ged onu gətir. Bunu sınağa göndərər, ölümə göndərəsində. Basat gedir, Basat da burada Basatın ağıllı olduğu, tədbirli olduğu üzə çıxır. Basat gedir, görür ki, 2 dənə qılıncı var, qınlı və qınsız. Yəni ağzı açıq və ağzı bağlı da belə deyək. Ağzı açıq olan qınsız qılınc oca-buca yerlənir. Öz qılıncın aparır ora Basat. Görür ki, qınsız qılınc bunu 2-yə doğradı. Bir dənə ağacı tutur. Ağacı tutur aparır ora, gördü ki, ağacı da 2-yə doğradı. Həmin o qınsız qılınc. O dəqiqə şübhələnir ki, buna yaxınlaşmaq olmaz. Uzaqdan bir dənə ox çəkir, onun zəncirin qırır, həmin o qınsız qılıncı. Qınsız qılınc yerə batır. Yerə batandan sonra götürür, gəlir kimin yanına? Təpəgözün yanına. Təpəgöz deyir ki, necəsən? O məsələni deməyəcək. Burada doğrudan elə deyir. Deyir, oğlan necəsən? Oğlan da təbii ki, necə olacaq? Təbii ki, daha yaxşı. Əla olacaq. Qurtulan adam necə olacaq? Burada necəsən deyir. Oğlan necəsən? Təbii ki, yenə də burada da uşaqlar Allahın, yəni belə deyək də, Allahın Tanrının qurtardığını deyir. Yəni, mən də kim qurtardı? Tanrım qurtardı. Və bundan soruşur ki, yenə ölmədinmi deyir. Yəni, yenə sağ çıxdı, buna deyir, Tanrım qurtardı məni. Və 4 məsələni də dedim, yəni burada sınavlar 4 dənə sınavdan keçirdi. Və bundan sonra Təpəgözün çarəsi, bircə dənə çarəsi qalır. O da ağlamaq. Təpəgöz tək gözünü tutaraq ağlamağa başlayır. Tək gözünü tutaraq ağlamağa başlayır. Və ağlamaqdan təbii ki, bir çarə ola bilməz. Təpəgöz burada soruşur ki, oğlan igid deyir. Sən hardansan, yəni hardan gəlmişsən? Yerin haradır, adın nədir? Basat deyir ki, mənim yerim günortacdır. Burada yer adı mənasındadır. Ad nə deyir? Mənim yerim günortacdır. Özüm də deyir, Aruz qoca oğlu Basatam. Bu sözü eşitir Təpəgöz. Nə dedi? Özün necə təqdim elədi? Özün təqdim elədi. Aruz qoca oğlu Basatam. Sevindi Təpəgöz. Deyir ki, biz süd qardaşıyıq deyir. Biz süd qardaşıyıq. Biz süd qardaşıyıq deyir. Mənə qıyma, yəni məni öldürmə, süd qardaşıyıq. Yadınıza düşüb uşaqlar, qaydaq biraz əvvələr. Axı, Aruz qoca Bayandır xandan icazə almışdı ki, o bulaq var idi, bulağın adı nə idi? Uzun bulaq. Orada icazə almışdı ki, olar ki, deyir, xanım deyir, aparın bulağı Basatla bir yerdə böyüdüm. Yadınıza düşür. Əslində, bunlar şərti süd qardaşları idi. Süd qardaş məsələsi biz bilirik, tamam ayrı məsələdir. Amma bu dayələri öldürmüşdü. Belə loğru dildə desə, nədən süd içmişdi? Qazandan. Belə süd qardaş olur. Yəni, indi bunu şərti olaraq Təpəgöz indi, Təpəgöz bunu ələ almaq istəyirlər, ölmək istəmir Təpəgöz. Deyir, biz süd qardaşıyıq, mənə qıyma. Basata baxın. Basat deyir ki, sən deyir, atamı deyar qoymuşsan. Anamı inlətmisən. Yəni, belədir, oradan belədir. Sonra gəlinimizi, yəni gəlinimiz dediyi uşaqlar kim olur? Qardaşının yoldaşı, Qiyan Səlcuqu. Qiyan Səlcuqu öldürmüsən deyir. Gəlinimizi ağlar qoymuşsan. Balalarını ağlar qoymuşsan, yetim qoymuşsan deyir. Mən deyir, səni bağışlaya bilmərəm. Qardaşımın qisasını, yəni qanını alacam. Bunu deyir. Və Təpəgöz sonda yenə çarəsiz qalır. Təpəgöz burada sual şəklində görür nə deyir. Baxın. Özündə fikirləşməyinə diqqət edin burada uşaqlar. Az qalıb, yəni bitirməyimizə az qalıb.
Təpəgöz bu məqamda deyir ki, öz gözü ilə bağlı deyir. Deyir, mənim gözümün bu hala düşməyinin səbəblərini araşdırmağa çalışır nəzm hissəsində. Təpəgöz deyir, deyir ki, bəlkə deyir, mən qoca kişiləri yemişəm, gözümün, yəni tək gözümün belə olmağının səbəbi odur. Mən deyir, qarıları bəlkə çox yemişəm. Onların deyir, ağlamağı məni tutub deyir. Ahı məni tutub, qarqışı məni tutub deyir. Mən deyir, cavanları yemişəm. Bəlkə onların cavanlığı mənim deyir, gözümü bu hala gətirdi. Bizdə deyir, qənim oldu, cavanlığım qənim oldu. Yəni elə. Bu üç, deyir, qızcığazları yemişəm deyir. Yəni uşaqları yemişəm. Bəlkə deyir, onların qarğıları, yəni qarqışları məni tutub deyir. Görürsünüz, burada Təpəgöz özünə sual şəklində ünvanlayır ki, yəni mənim başıma gələn bu hadisənin bir səbəbi olmalıdır. Mənim başıma gələn bu hadisənin müəyyən bir səbəbi olmalıdır. Bəlkə səbəb oldu deyir. Amma təbii ki, burada hirslənir. Kim hirslənir? Basat hirslənir. Öz qılıncı ilə. Basatın öz qılıncı yox ha. Təpəgözün öz qılıncı ilə. Gəlir Təpəgözü yerə çöktürür. Dəvə kimi. Dəvə yəni ayaqları çökür ki, onu kəsmək olsun. Dəvə kimi yerə çöktürür və başını kəsir. Başını kəsir və bunlu qoca ilə yapaqlı qocanı, o yazıda da yemək pişirənlər, bunlu qoca ilə yapaqlı qocanı göndərir, muştuluq üçün geriyə göndərir. Oğuz elinə. Və çapar, şöyle burada kitabımızda çapar yazırlar. Çapar yəni atılır. Çapar gəlir, Arız qocaya muştuluq verirlər. Bu da oldu ikinci muştuluq. Birinci muştuluğu Arız qocaya kim vermişdi? Qapaqqanın yoldaşı. Qapaqqanın yoldaşı vermişdi. İkinci muştuluğu isə çapar verir. Burada çapar kimdir yazılmır. Bir çapar verir və Oğuz igidlər yığışırlar. Gəlirlər hansı qayaya? Salaxana qayasına. Yığılışıb gəlirlər və təsəvvür edin, baxın. Düşmənin başını gətirirlər, düşmən dedim, Təpəgöz. Təpəgözün başını gətirirlər, qoyurlar ortaya ki, yəni bu da bizim düşmənimiz. Və bu məqamda Dədə Qorqud gəlir. Dədə Qorqud burada gəlir, şəxsən özü iştirak edir. Gəlir, söz söyləyir, dua eləyir və əsərimiz bundan bitir. Bax, burada nədir? İki məsələni səhv dedim, bilərəkdən səhv dedim. Yəqin ki, fərqinə vardınız ya varmaz, onu videodan sonra deyərik bu bir. İki sualın belədir. Bu sualları deyim, bitirərik, sonra kimin fikri varsa deyə bilər. Sualların belədir. Birincisi, Təpəgöz qarğış edirmi? Bu bir. İkincisi, Təpəgöz alqış edirmi? Alqış yəni dua eləyir, eləmir. Bax, bunlara da uşaqlar kimsə baxın, vaxtınız olsa yorumlarda, yəni şərhlərdə yazarsınız, vaxtınız olmasa dərsdə də deyə bilərsiniz.